Herkese salam. Bugün sizlere no, any ve none arasındaki farkı izah edeceğim. No gördüğümüz kimi isimsiz işlenebilmir. İngilisini de qeyd eləmişəm. Can't be used without noun. Yani no plus noun, yani isim, quruluş budur, structure. Example, I have no time. Time, noun, isim, no, bildiğimiz əvəzlik. I don't have no time. Bu səhvdir. Wrong. Bunu yadımıza saxlayaq. Və unutmayaq ki, bir cümlədə biz heç bir zaman iki negativ formanı eyni bir cümlədə, yəni istifadə edə bilmərik. Bunun əvəzinə biz istifadə edə bilərik. I don't have any time. Yəni artıq burada no-nu any əvəz eləyir. Üçüncü formatımızda yenə bunu ətraflı şəkildə izah eləyəcəm. So, ikinci formamız none. None quruluşu nədir? No plus noun isim bərabərdir none deməkdir. Bu nə deməkdir? Yəni biz əgər no plus noun əvəzinə none istifadə etmək istəyiriksə, it's okay. Çox rahatdır. Eyni mənadır. No ilə, yəni mənası xeyir deməkdir, inkarlıq bildirir. Amma, böyük bir burada amma var, isimsiz istifadə olmalıdır. Deməli, fərq budur ki, no ilə none arasında fərq, difference odur ki, no plus noun is okay, yəni okeydir. Quruluş olaraq, structure olaraq, amma none da isə özündən sonra isim olmaz. No plus noun, no. Ama same meaning with no. None, no. İkisi də xeyir deməkdir. Example, is there a river in Poland? Cavab olaraq deyir ki, no, there is none. Gördüyümüz kimi none negativ formadır, yəni inkarlıq bildirir. Is isə pozitiv formadır. Yəni bu düzgün formadır. Biz buna cavab olaraq ikinci versiya kimi no, there is not none deyə bilmərik. No, wrong. Çünki bu da negativ formadır, bu da negativ formadır və cümlədə iki negativ forma istifadə oluna bilməz. Bunun əvəzinə belə deyə bilərik. No, there is no river. You see? Baxın, görün. No river. No, river da noun. There is no river. So, bu da is okay, bu da is okay. Yəni, ikisi də düzgündür. Gəldik any'yə. Any. Any'nin, belə deyim, 4 formatı var. Cümlədə işlənmə formasına görə. 1. Affirmative sentence. Məna olaraq, no matter which, yəni, ehtiyac yoxdur hər hansı bir mənasında, or every. Every nədir? Hər, istənilən mənasında. Azərbaycan dilində istənilən, türkçədə istədiyin və hətta burada sizlərə polyakçada bildirmişəm. İkinci olaraq imperative sentence birinci ilə, yəni affirmative sentence ilə eynidir. Yəni eyni funksiyanı daşıyır, eyni formadır. Və gəldik üçüncü formasına. Negative sentence, yəni ki, adının göründüyü kimi negativ, inkarlıq bildirir. None və yaxud da ki, no amount mənasını, meaning bildirir. Example, I don't have any money. Məsələn, example üzərindən deyirəm ki, daha rahat başa düşəsiniz. Deyirəm ki, mənim heç pulum yoxdur. Görürsünüz, burada any, heç mənasını verir. Don't artıq özü bir negativlik, yəni inkarlıq funksiyasını yerinə yetirir. Və burada da artıq any plus noun kimi istifadə olunur. Yəni, negative sentence, yəni inkarlıq bildirən cümlələrdə işlənirsə any, format olaraq, deməli, any plus noun, yəni struktur olaraq any plus noun və bir də əlavə olaraq həmən istifadə olunan cümlədə bu struktura ilə yanaşı bilinməlidir ki, don't, doesn't, can't, wasn't, isn't, aren't və s. kimi belə deyim, negativ formalarla istifadə olunur. Azərbaycan dilinə tərcümədə heç, bayaq dedik, mənim heç pulum yoxdur. Heç və yaxud heç bir
mənasında, türkçədə heç, hiçbir, polyakçada mən burada bildirmişəm. Polyak dilim biraz zəif olduğu üçün düzgün tələffüz etmərəm deyə üzündən oxumuram. Və dördüncü olaraq interrogative sentence. Burada isə məna olaraq belə deyim, some əvəzliyinə yaxındır, yəni oxşardır. Tam eyni olmasa da oxşardır. Və some'ın tərcüməsi azından nədir? Some, bəzi, bir neçə, düzdür. Məsələn, deyirəm ki, bəzi, hər hansı. Ona görə də məna olaraq da dəqiq deyil. Məsələn, deyirəm, bəzi kitablar məna olaraq dəqiq deyil. Tam dəqiq bilmirik. Əmin deyilik ki, nə qədərdir, say olaraq, nə bilim, neçə dənədir və s. Ona görə biz some işlədirik, düzdürmü? Buna görə də burada göstərilir ki, məna olaraq some'la biraz oxşarlığı var. Azərbaycanlı tərcümədə hər hansı, heç mənasını verir. Məsələn, deyirəm ki, do you have any friend? Məsələn, sənin heç dostun var. Görürsünüz, burada interrogative bu arada sual cümləsidir. Hər hansı birinin adını demədimsə, üzrlü sayın, bəzən unuduram. Sonra, türk dilində tərcümədə hər hangi bir və yaxud heç, senin heç arkadaşın varmı? Məsəl üçün, türk dilində tərcümə olunur və polyak dilində. Və burada example olaraq da, art olaraq, example olaraq burada göstərmişəm. İngilisində I have no friends olacaq. I don't have any friends. Sonra do you have any friends? Və dördüncü forma olaraq I have none. Burada gördüyümüz dörd forma affirmative, imperative, negative və interrogative sentence formalarında. Təbii ki də burada example vermişəm. Azərbaycan dilində eyni cümlələrin tərcüməsi olaraq mənim heç dostum yoxdur. I have no friends. Mənim heç bir dostum yoxdur. I don't have any friends. Bunlar zaten eyni məna bildirir. Sual formatı olaraq sənin dostların varmı və yaxud sənin heç dostun varmı? Do you have any friends? Və sonuncu olaraq I have none, yəni mənim heç bir dostum yoxdur mənasını verir. Türkçədə eyni cümlələrin heç arkadaşım yox. I have no friends. Heç arkadaşım yox. Eyni məna verir. Və burada da heç arkadaşım varmı və yaxud arkadaşlarım varmı? Və dördüncü format example olaraq da heç arkadaşım yox. Yəni I have none. Əslində gördüyümüz kimi bu üç format no, any və birdəki none. Bu forma üçü də eyni məna kəsb edir. Həm Azərbaycan dilində, həm də türk dilində. Və sonuncu da polyak dilində. Polyak dilimizdə hələ ki zəif olduğu üçün, düzgün tələffüz edə bilmədiyim sözlər, cümlələr də var olduğu üçün istəmirəm ki, nəsə bir yanlış olsun. Amma burada polyakçada example'lar vermişəm. Ümid edirəm bu videom hər biriniz üçün çox maraqlı oldu. Əgər hər hansı bir qaranlıq və yaxud sualınız varsa, şərhlərdə bildirməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik!